Salam, hər vaxtınız xeyir. Bu gün sizinlə həndəsi fiqur məsələlərinə baxacağıq. Gəlin başlayaq. Deməli, ilk sualda deyir, düzbucaqlı şəkildə olan əkin yerinin sahəsi 2400, hasarın uzunluğu 200 metrdir. Bu əkin yerin enin və uzunluğunu hesablayın. Deməli, buradan hasarın uzunluğu nə deməkdir? Düzbucaqlı şəklində olan əkin yerinin sahəsi 2400-dür, hasarın uzunluğu 2000. Gəlin bir bu düzbucağımızı seçək. X, bura X, bura Y, burada Y. Buradan 2X üstə gəl 2Y. Yəni bütöv hasar bura perimetr sayılır da. Perimetri 200'dür, bərabərdir 200. 2'ni ortaq çıxarsam 2 vurulsun X plus Y bərabərdir 200'ə. X plus Y də bərabərdir 200 bölü 2, yəni 100'ə. Deməli, tərəflərin enlə uzunluğun cəmi 100'dür. Bizdə bir də verib sahəsi 240'dır. 2400'dür. S bərabərdir 2400, yəni en və uzunluğun hasili. XY bərabərdir 2400, X üstə Y bərabərdir 100. Buradan tənliklər sistemi qurub, əvəz etmə üsulu ilə gedib həll edə bilərik. Onun əvəzində bir rahat yol. Toplayanda 100, vuranda 2400. Onsuz biz bunu tənliklər sistemi qurub kvadrat tənliyə geçsək, Viet teoremində əvvəl-axır bilməliyik ki, toplayanda 100, vuranda 2400 eləyən ədədlər hansıdır? Hansı ədədlərdir bunlar? 60-dan 40. Cavab B variantı. Baxaq ikinci suala. Düzbucaqlı şəklində olan əkin yerinin sahəsi 5400, eyni sualdır. Deməli, S bərabər X vur Y bərabərdir. Deməli, sahə XY-dir. Enin uzunluğu hasili bərabərdir 5400-ə. Hasarın uzunluğu 300 metrdir. Hasarın uzunluğu nədir dedik? Perimetr. Yəni, P bərabər 2X üstə 2Y bərabərdir 300-ə. 2'ni ortaq çıxarsaq, X üstə Y bərabərdir 300'ə. X üstə Y də bərabərdir 300 bölü 2, yəni 150'yə. Toplayanda 150, vuranda 5400 eləyən ədəd. Deməli, toplayanda 150 eləsin, vuranda isə 5400. Bu hansı ədədlərdir? Yenə deyirəm, Viet teoreminə qədər gedib çıxa bilərik əvəz etmə üsulu ilə. Ondan sonra burada 90'dan 60 toplayanda 150 eləyir, vuranda 5400. A variantı. Baxaq üçüncü suala. Üçüncü sualda deyir, düzbucaqlı üçbucağın kadetlərindən biri digərindən 7 cm, hipotenuzdan 8 cm kiçik olarsa perimetri tapın. Bir dənə düzbucaqlı üçbucağımızı seçək. Deyir, kadetlərindən biri digərindən 7 cm, hipotenuzdan 8 cm kiçik. Neyniyərəm? Mən bu katetə X deyərəm. Bu katetlərin birindən, yəni bu katetimdən 7 cm kiçikdir. Deməli, bu katetim ondan 7 cm böyükdür. X plus 7. Hipotenuzdan 8 cm kiçikdirsə, hipotenuz bundan 8 cm böyükdür. Burada Pifagor teoremini tətbiq edərəm. Düzdür, biraz diqqətlə baxsaz, ardıcıl ədədlərdir. Oradan Pifagor ədədlərindən ardıcıl hansılar var? Məsələn, 5, 12, 13, 7, 24, 25 var. Elə 5, 12, 13 olar. 5, 12, 13. Tutuzdurmaq olar. Amma imtahanda ətraflıda bunları tutuzdursanız sizə tam bal verilməyəcək. 5-də heç bal verilməyəcək. Ona görə nə edirsən? Bir də rahat Pifagor teoremini tətbiq edirsiniz. Bərabərdir X plus 8'in kvadratına X'in kvadratı üstə gəl X kvadratı üstə gəl 14X üstə gəl 49 bərabər X'in kvadratı üstə gəl 16X üstə gəl 64. X'in kvadratlarından biri silah olar. X kvadratı üstə gəl 4X üstə gəl 49. Sağ tərəfdə 14X üstə gəl 49. Sağ tərəfdə nə varsa atıram sol tərəfə. Bərabər 0. Yəni, buradan da X kvadratı 14'dən 16 çıxanda çıx 2. X 49 çıx 64 çıx 15 bərabər 0'a. Tənliyin köklərinin cəmi bərabərdir 2'yə. Tənliyin köklərinin hasili bərabərdir -15'ə. Bu hansı ədədlərdir belə? Toplayanda 2 vuranda -15 eləsin. 5 nə? -3. -3'ü götürmərəm, əlbəttə 5'i götürərəm. Buradan da 5 nədir? Bu katet. 5. 5 üstə 7, 12. Bu da 13. Bizdən də perimetrini tapın deyir. 5 üstə 12 üstə 13 toplayanda bizə verəcək 30. Cavab A variantı. Baxaq dördüncü suala. Perimetri 28, sahəsi 40 olan düzbucağının böyük tərəfini tapın. Tapaq. Deməli, perimetri. Deməli, P nə idi? P bərabər 2A üstə 2B bərabərdir 28. S bərabərdir A vur B bərabərdir 40 olan düzbucağının böyük tərəfini tapın. 2'ni ortaq çıxardaram. A üstə gəl B bərabər 28. A üstə gəl B bərabər 28'i bölsəm 2 eləyər 14. A vur B neçədir? 40.
A vur B bərabərdir 40. Deməli, toplayanda 14, vuranda 40 edən ədədlər olacaq nə? 10 ilə 4. Bizdən də böyüyün istəyir. B variantı. Keçək 5-ci suala. Perimetri 36. Perimetri 36, sahəsi 72. P bərabərdir 2A üstəgəl 2B bərabər 36. Hər ikini ortaq çıxardıram. A üstəgəl B bərabərdir 36. A üstəgəl B bərabər 36 bölü 2, 18. S bərabərdir A vur B bərabərdir 72. Düzdürmü? Deyər, bu düz buzağının böyük tərəfinin uzunluğunu tapın. Deməli, toplayanda 18, tapdıq ki, vuranda da 72 eləsin. Hansı ədədlərdir bu? 12 ilə 6. Böyük tərəf istəyir. 12. Cavab C variantı. 5-dən sonra 6-cı sual. Katetlərindən biri digərindən 7 sm böyük olan düz buzaqlı üç buzağın sahəsi 6 sm kvadratıdır. Bu üç buzağın perimetrini tapın. Deməli, bir dənə düz buzaqlı üç buzağım var. Katetlərindən biri digərindən 7 sm böyükdür. Nə edərəm? Buraya yazaram x. Katetlərin biri digərindən 7 sm böyük. O birisi də olar x plus 7. Sahə də nədir? 60. S bərabərdir. Düz buzaqlı üç buzağın sahəsi AB bölü 2 bərabərdir 60-a. Buradan da AB bölü 2 60-dır. Aparıb yerinə qoyuram. X plus 7 bölü 2 bərabərdir 60. Məxrəcinə bir atıb çarpaz eləsək, x kvadratı üstəgəl 7x bərabərdir 120. Bunu atıram sol tərəfə. X-in kvadratı üstəgəl 7. X çıx 120 bərabər 0 olarsa, x, bunu biraz aşağı çəkim. x1 üstəgəl x2 bərabər mənfi 7. x1 vur x2 bərabərdir mənfi 120 olacaq. Bu hansı ədədlərdir görəsən? Toplayanda mənfi 7 versin, vuranda mənfi 120. Neçə ola bilər? Biraz düşünək. Ola bilər 120. 16 ilə 9, yox 16, 9, 120 vermir bizə. 15 ilə 8. 15, 8. Mənfi 15, müsbət 8. Vuranda mənfi 120 versin, toplayanda mənfi 7. Mənfi 15 ilə müsbət 8. Mənfi 15-i götürmərəm, tərəf mənfi olmaz, müsbət 8-i götürdüm. Onda bura neçədir? 8. 8 üstəgəl 7 elədi 15. 8, 15, Pifaqor ədədlərini əzbər biliriksə 8, 15, 17-dir. Tutaq ki, bilmirik, buraya yazaram c. C kvadratı bərabər 8-in kvadratı üstəgəl 15-in kvadratı. C kvadratı bərabər 64 üstəgəl 225. C kvadratı bərabər 289. C bərabərdir 17. Buranı da tapdım 17. Məndən bu üç buzağın nəyin istəyir? Perimetrin. 8 plus 15 plus 17 P bərabərdir. Toplayanda bizə nə verəcək? Deməli, 40. Cavab Y variantı. 6-dan sonra 7-ci sual. Perimetri 49 cm olan üç buzağın bir tərəfi digər tərəflərinin birindən 3 cm qısa, digərindən 5 cm uzundur. Bu üç buzağın böyük tərəfinin uzunluğunu tapın. Tapaq. Çox rahat bir sualdır. Bir dənə üç buzağım var. Deyir ki, bu üç buzağın bir tərəfi digər tərəflərin birindən 3 cm qısa, digərindən 5 cm uzundur. Tərəfə deyirəm x. Düzdürmü? Əgər bu tərəf digər tərəflərin birindən 3 cm qısadırsa, nə edərəm? Tutaq ki, bu tərəfdən qısadır. 3 cm qısadırsa, gəlin buradan götürüm. Məsələn, bu tərəfdən qısadır. Onda bu rəng elədiyim tərəf bundan nə qədər uzundur? 3 cm. Digərindən 5 cm uzundur. Məsələn, bundan 5 cm uzundursa, bu rəng elədiyim hissə x-dən nədir? 5 cm qısa. Bu formada taparam. Bunların cəmi bizə nə verəcək? Cəmi bizə verəcək perimetri. Yəni, perimetri nə qədərdir? 49. X, 3x, çıx 2 bərabər 49-a, 3x bərabərdir 49 plus 2, 3x bərabərdir 51 olarsa, x bərabərdir 51 bölü 3, yəni 17. X-i tapdım 17, bu üç buzağın böyük tərəfinin uzunluğunu tapın. 17, 17 üstəgəl 3 bizə verəcək 20, 17 çıx 5 də bizə verəcək 12. Hansı tərəf uzundur? Ən uzun 20 imiş. Cavab C variantı. Baxaq 8-ci sual. 8-də deyir, perimetri 34 cm, diaqonalı 13 cm olan düz bucaqlının sahəsini tapın. Gəlin tapaq. Deməli, bir dənə düz bucaqlımız var. Bura A yazıram, bura B yazıram. Bizə deyir ki, perimetr 34-dür. Bura A-dırsa, burada A, burada B. P bərabər 2A üstəgəl 2B bərabərdir 34-ə. 2-ni ortaq çıxardaq. A üstəgəl B bərabər 34-ə.
Demək 2 vur A üstəgəl B 34-dürsə A üstəgəl B də neçədir? 17. Getdik bura. Diaqonalı 10 üstü. Diaqonalı 10 üstü, əgər Pifaqor ədədlərini əzbər bilirsinizsə, ağlınıza birbaşa 5, 12, 13 gələr. Amma tutaq ki, biz bilmiriksə, nə edərik? A kvadratı üstəgəl B kvadratı bərabərdir 13-ün kvadratına. Yəni 169-a bu hissəni açaram bu formada. A üstəgəl B 17 cəm var axı mənim əlimdə. Cəm var, məndən nə istəyir sahəni? S bərabərdir AB, yəni AB-ni istəyir. Nə edirəm? Cəm var, kvadratlar da cəmi var, hasil yoxdur. Onda bu düstura gedərəm. A plus B-nin kvadratı çıxılsın 2AB bərabərdir 13-ün kvadratı 169. A üstəgəl B-nin kvadratı. A plus B neçədir? 17. 17-nin kvadratı çıx 2AB bərabər 169. 2AB-ni atıram sağ tərəfə. 17-nin kvadratı eləyəcək 289 çıxılsın 169 bərabər 2AB-yə. Buradan da 289-dan 169 çıxanda 120 bərabər 2AB-yə. A vur B də bərabərdir 60-a. Elə bizdən də birbaşa sahəni istəyir. Biz də tapdıq ki, AB 60 elədir. 9-cu sual. A9-da deyir otağın eni 5, uzunluğu 8 metrdir. Bu otağı döşəmək üçün eni %8, uzunluğu 14 metr olan neçə parketi lazımdır? Bir dənə otağımızı çəkək. Bu bizim otağımız. Eni 5, uzunluğu 8 metrdir. Burada nə edərəm? Bir dənə də balaca parketimi çəkim qıraqdan. Parketin də deməli eni %8, uzunluğu 14-dür. Bunu tapmaq üçün nə edərəm? Hər ikisinin sahəsini taparam. Bunun sahəsi 8 vur 5, 40. Bunun sahəsi isə %8 vur 10-4. Bunu da necə taparam? Deməli, ya yazaram %8 vur 10-4 kimi. Onlar nə? 1000-də 32. Yəni, sahəni tapdım 1000-də 32. Bunu bu formada da yaza bilərəm, bu formada da yaza bilərəm. Hər ikisi düzdür. İndi mən 40 metrin içinə neçə dənə sahəsi 1000-də 32 olan fiquru yerləşdirərəm. Onu da tapmaq üçün edərəm. 40-ı bölərəm bu sahəyə. İçində neçə dənə bundan olacaq? Bu da bərabərdir 40 vurulsun. Bölmə deyə birincini saxlayıb ikincinin tərsini çevirəcəm. Olacaq 32-də 1000. Bundan 40-dan 32-ni ixtisar apararam. Burada düşər, deməli, 4-ə bölərəm. Burada düşər 10 dəfə, burada düşər 8 dəfə. Daha sonra 1000-i də 8-ə bölərəm, eləyər 125. 125-i də ona vursam, eləyər 1250. Deməli, 1250-dən parket lazım olar. 1250 cavab B variantı. 9-dan sonra baxaq ona. Yataq otağı 5,6 metrin 4,2 metr ölçüdədir. Yataq otağının sahəsi mənzilin 10-da 3 hissəsini təşkil edirsə, mənzilin sahəsini tapın. Deməli, birinci getdik. Yataq otağın sahəsi nə qədərdir? 5,6 vur 4,2. Mənzilin 10-da 3 hissəsidir. Mənzil nə qədərdir? X. X-in 10-da 3 hissəsi bərabərdir yataq otağına. 5,6 vur 4,2-yə. Yəni 0,3x. Mənzilin 10-da 3 hissəsi yataq otağıdır. X də bərabərdir 5,6 vur 4,2 bölünsün 0,3. Burada bu vergüllə bunu tullayaram. Onlar 5,6 vur 42 böl 3. Deməli, 42 ilə 3-ü ixtisar apararam. Onlar 14 dəfə. Mən indi 14-ü vuracam 5,6-ya. 14 vur 5,6. Vuranda demişdik ki, vergülü nəzərə almırıq. Bu vergülü tulladım. 4-ə 6-ya 24, 2 yadda, 4-ü 5-ə 20, 2 yadda. 1-i vurdum 6-ya, elədi 6, 1-i 5-ə 5. Buradan 6-6 toplayanda 4, 8, 7. Neçə vergül var idi bizdə? Bir dənə. O vergül, bir dənə vergülü də nəzərə alacam bu formada. Sağ tərəfdə bir dənə rəqəm saxlayacam. 78,4 cavab E variantı. Ondan sonra 11-ci sual. Maraqlı buraxılış sualıdır. 3 eyni ölçülü düzbucaqlı formasında çərçivənin birləşməsindən ibarət üçlü çərçivənin uzunluğu 76 cm-dir bizə göstərilib. Hər bir düzbucaqlı çərçivənin uzunluğu enindən 8 cm çoxdur. Bu üçlü çərçivənin ümumi sahəsini tapın. N-ə x desəm, uzunluğu bundan x plus 8 vahid çoxdur. Düzdürmü? 3 dənə eyni düzbucaqlıdır. Baxın, x plus 8, bura x plus 8 olar. Sonra eyni düzbucaqlıdır fırlatmışamsa, bura olar x, bura olar x plus 8. İndi biz burada nəyə fikir verəcəyik? Onda demək, bunun fikir versəz, bura enidir, bura uzunluğudur, bura x-dirsə, burada x olacaq.
Bu eyni düzbucaqlıdır deyə burada olacaq x plus 8. Bunları cəmləsəm x plus 8, x plus 8 hamısının cəmi bizə verəcək 76. 3x plus 16 bərabər 76 olarsa 3x bərabər 76-dan 16 çıxanda bizə verəcək 60, x də bərabər 60 bölü 3, yəni 20. X-i tapdım, buranı tapdım 20, burada eləyər 20 üstəyə 8, 28. Bizdən bu çərçivələrin ümumi sahəsini tapın. Gəlin birinci bura bir S deyək. S bərabərdir. AB düsturu ilə geçsəm, onlar nə? 20 vur 28. S-i tapdım, 20 vur 28, 560. Bir dənəsinin sahəsi 560-dırsa, burada 560, burada 560, burada 560. Yəni, məndən ümumi sahə istəyirsə, 560-ı vuraram 3-ə. Bu da eləyər 1680. Keçək növbəti 12-ci suala. Düzbucaqlı formasında olan göl əkilən sahənin ölçüləri 5-in 6-yadır. Göllük sahənin ətrafına hər tərəfi boyu eyni enilikdə olmaqla səki düzəltdilər. Göllük sahəni səki ilə birgə sahəsi göllüyün sahəsindən 3 dəfə çox olarsa, səkinin enini tapın. Neyniyərəm? Göllük. Göllük, bura göl əkilib də, düzdürmü? Burada deyir ki, göllüyün eninin uzunluğu, yəni bura 5-dir. Başqa rənglə yazım görünsün. Bura 5, qırmızını seçək. Bura 5-dir, bura 6, düzdürmü? Deyir ki, göllüyün sahəsi. Göllüyün sahəsinin səki ilə birgə sahəsi göllüyün sahəsindən 3 dəfə çox olarsa. Birinci gəlin göllüyü tapaq. Göllüyün sahəsi 5 vur 6, 30-dur. Ümumi sahə səki ilə bir yerdə bütöv sahə nə qədərdir? Bundan 3 dəfə çox, yəni 3 dənə 30, 90. Getdik nəyə? Baxıram ki, buradan birinci, bura nə qədər oldu? 5. Buradan yuxarıya da x artırıblar. Aşağıya da x artırıblar. Onda bura bütöv. Bura bütöv nə olacaq? 5 ilə burada x, burada x. Yəni bu x-ləri gətirdim qırağa. 5 ilə 2x. Gəldik. Buradan da bu hissəni. Buradan da n nə qədər idi? 6. Sağa da x artırıblar. Sola da x artırıblar. Onda bu ümumi uzunluq nə qədər olacaq? 6 üstəyə 2x. Buradan da məndə n var, uzunluq var. Düzdürmü? Tapdım ki, ümumi sahə nə qədərdir? Ümumi figurumun, bu bütöv figurumun sahəsi nə qədərdir? 90. Mən də n-imi 5 üstəyə 2x-imi vuraram. 6 üstəyə 2x-ə. N-i vuraram uzunluğa, mənə verər ümumi sahəni 90-ı. Bunu da həll edərəm. Bunu da həll etmək üçün. Deməli, 5 üstəyə 2x, 6 üstəyə 2x-ə vurduq, elərik 90. 2 yolumuz var. Bir var, biraz asan üsulumuz nə? Hasil 90 edən ədədlər. Fikir verin, 5 üstəyə 2x, 6 üstəyə 2x. Bunların arasında fərq nə qədərdir? 1. Vuranda 90 edən bir vahid fərqlənən ədədlər 9 ilə 10. 5 üstəyə 2x-i 9-a bərabər eləyib, 2x-i 4-ə bərabər eləyib, x-i 2 tapa bilərsiniz. Birbaşa cavabı B variantı tapa bilərsiniz. Ya da canımız çıxar, gedərik diskriminantla həll eləyərik. Getdik. 5-ə 6-ya 30, üstə gəl 5-i 2x-ə 10x, 2x-ə 6-ya üstə gəl 12x, üstə gəl 2x-i 2x-ə 4x-in kvadratı bərabər 90-a. 90-ı sola atıram, buranda biraz sərgiyə salsaq 4x-in kvadratı. Üstə gəl 22x, üstə gəl 22x, üstə gəl 30 çıx 90 bərabərdir 0-a. 4x-in kvadratı üstə gəl 22x çıx 60 bərabərdir 0-a. Hər tərəfi 2-yə bölərəm. 2x-in kvadratı üstə gəl 11x çıx 30 bərabərdir 0-a. Bunu da gəlin buradan davam edək. Deməli, B bərabərdir. D bərabərdir. B kvadratı çıxılsın 4AC. 4 vur, 2 vur, mənfi 30 bərabərdir 121 plus 4 vur 2, 8. Onu da 30-a vuranda 240. Toplayanda eləyəcək 361. 361. X1 də bərabərdir mənfi B. Ortadakı nəşsi, yəni mənfi 11 çıxılsın. Kök altında diskriminant bölünsün 2 vur A. Mənfi 11 çıxılsın 19 bölünsün 4. Mənfi 30 böl 4. Mənfi 30 böl 4. Onsuz mənfidir deyə tərəf mənfi olmaz. Bunu götürənmərəm. X2 bərabərdir mənfi 11 plus kök altında 361 bölünsün 2 vur 2. Mənfi 11 plus 19 böl 4. 8 böl 4 eləyər 2. Yəni 2-ni bu formada uzun uzadı da tapa bilərik. Tapdıq ki, cavab neçə elədi? 2. B variantı
Baxaq. 13-cü suala, 13-cü sual 11-ci sinif buraxılış sualıdır. Bir qutunun üzərinə 2 qırmızı, 4 sarı qovluq qoyulmuşdur. Qutu ilə bu qovluqların birlikdə hündürlüyü 68 sm-dir. Qırmızı qovluğun qalınlığı sarı qovluğun qalınlığının 2 mislindən 2 sm böyük, 2 mislindən 2 sm böyük. Qutunun hündürlüyü bütün qovluqların qalınlıqları cəmindən 12 sm çox olarsa, qutunun hündürlüyünü tapın. Deməli, burada deyir ki, sarı var. Sarıya bir x desəm, sarının x desək, deyir qırmızı bu sarının 2 mislindən 2 sm çoxdur. 2 mislindən 2 sm çoxdur. Düzdürmü? Sarılar x, qırmızı 2 mislindən 2 sm çox, yəni 2x üstəyər 2, 2x üstəyər 2 qırmızılara yazdım. Bir aşağıdakı qutu isə bütün qovluqların qalınlıqlarının cəmindən 12 sm çox olarsa, nə edərəm? Bu bütövi taparam. X, 4x, 2x üstəyər 2, 2x üstəyər 2 bunların hamısını toplayaram. Sarılar 4x, üstünə də gələrəm 2x üstəyər 2 qırmızı, 2x üstəyər 2 digər qırmızı, eləyəcək 8x üstəcək 4. Düzdürmü? Tapdım ki, qovluqların hamısı mənə 8x üstəyər 4 verir. Deyir ki, bu qutu isə bunlardan 12 sm çox olarsa, yəni qutu 8x üstəyər 4-dən də 12 sm çoxdur. Bunun üzərində də 12 gəlsə mənə verir 8x üstəcək 16. Deməli, qutu nə qədər imiş? 8x üstəyər 16. İndi bununla da bunu toplasaq, ikisini bir yerdə cəmləsək nə verər? 68. 8x üstəyər 4 üstəyər 8x üstəyər 16 bərabərdir 68-ə. 16x üstəyər 20 bərabər 68 olarsa, 16x bərabər 68 sıx 20 olarsa, 16x bərabərdir 48, x bərabərdir 3. Bizdən qutunun hündürlüyünü istəyir. Qutunun hündürlüyü nədir bu? Bunu tapaq. 8x plus 16 da bərabərdir. 8 vurulsun 3 üstəcən 16. 8 bərabərdir. 8 3-sə 24. Üstünə də 16 gəlsək, cavab eləyər 40. Cavab 40. Keçək 14-cü suala. 14-də deyir ABCD düzbucaqlısı formasında olan çərçivənin perimetri 52 cm-dir. Çərçivənin hər tərəfindən 2 cm saxlamaqla şəkil üçün ayrılan hissənin sahəsi 84 cm kvadrat olarsa, ABCD çərçivəsinin sahəsini tapın. Deməli, düzbucaqlı formasında olan çərçivənin perimetri 52-dir. Bizdə ABCD-nin bütöv ABCD-nin perimetri nə qədərdir? 52. Çərçivənin hər tərəfindən 2 cm saxlanmaqla şəkil üçün ayrılan hissənin sahəsi 84-dür. Yəni, baxın, bu hissənin sahəsi nə qədərdir? 84. S bərabərdir 84. Nə edərəm? Bunun AB-sinə bir tutaq ki, sahəsi verilən hissə ilə gedək, sonra ümumi taparıq. Elə tapsaq daha işimiz rahat olar. Baxın, məsələn, bu hissəyə deyərəm 1 x. Bu hissəyə bir x desəm, bu hissəyə də bir y desəm, nə olacaq? X vur y bərabərdir 84. X vur y bərabərdir 84 bizə bir də nə verib? ABCD düzbucaqlısı formasında olan çərçivənin perimetri 52-dir. Baxın, bütöv bu perimetri, böyük fiqurun perimetri nə qədərdir? 52. Əgər bura y-dirsə, qıraqdan da 2, buradan da 2 artırsam nə olacaq? Bura olacaq y plus 4. Bura x-dirsə, qıraqlardan 2, 2 artırsam, onda bura nə olacaq? Burada olacaq x plus 4. Bura x plus 4-sə, burada x plus 4, burada y plus 4. Deyir, bu fiqurun ABCD-nin ABCD nə verir bizə? 52, 84 sahə idi, 52. Perimetri ABCD-yə baxaq. X üstəyər 4, y üstəyər 4, x üstəyər 4, y üstəyər 4 bizə verəcək nə qədər? 52. Buradan da x, 2x, y, 2y üstəgəl 16 bərabərdir 52-yə. 2x üstəgəl 2y 52 çıx 16. 2x üstəgəl 2y bərabər 52-dən 16 çıxanda 36. 2-ni ortaq çıxarsam x üstəgəl y bərabər 36. X üstəgəl y də bərabər 36 bölü 2, yəni 18. Demək, x üstəgəl y-də tapdım 18. Məndən nə istəyir? İndi o hissəsinə baxaq. Məndən istəyir ABCD çərçivəsinin sahəsini tapın. Sahəsini tapaq. Qoy, bunu açım, buradan yazım. Bunu çəkim. ABCD çərçivəsinin sahəsi S bərabərdir
S bərabərdir ABCD x üstəgəl 4 vurulsun y üstəgəl 4. Bu da bərabərdir nəyə? Vurub açım xy üstəgəl x-i 4-ə 4x üstəgəl 4y-ə 4y üstəgəl 4-ü 4-ə 16. Xy neçədir əlimizdə? 84 plus 4 vurulsun x plus y plus 16 bərabərdir 84 plus 4 vurulsun x üstəgəl y neçə idi? 18 plus 16. Bu da bərabərdir 84 ilə 16-ını topladım elədi 100 üstəgəl 4 vur 18 də eləyir 72. Cavab 172. Bu qədər. Keçək 15-ci suala. 15-dəki 2025-in birinci zona buraxılış sualı idi. Biraz şübhəli sualdır. Baxaq. Kvadrat formasındakı iki bağça ətrafına perimetrləri boyunca çəkilmiş borular vasitəsilə sulanır. Bağçalarla su anbarı arasındakı boruların hər birinin uzunluğu 4 metrdir. Bunlar verilib. Birinci bağçanın tərəfindən uzunluğu tərəfindən olmalıydı. Tərəfinin uzunluğu ikinci bağçanın tərəfindən 2 metr çox. Birinci bağçanın sahəsi ikincinin sahəsinin 2 mislindən 8 metr azdır. Yəni, birinci bağçanın tərəfinin uzunluğu 2 cm nədir? Çoxdur. Düzdürmü? Birinci bağça x plus 2-dir. İkinci bağça nədir? X. Kimdir çox? Birinci bağça. Birinci bağçanın uzunluğu ikinci bağçanın tərəfindən 2 metr çox. Birinci bağçanın sahəsi ikincinin sahəsinin 2 mislindən 8 metrin kvadratı azdır. Birinci bağçanın sahəsi, bu kvadratda axı, sahəsi nə olar? X plus 2-nin kvadratı. İkinci bağçanın sahəsi isə olar elə x-in kvadratı. Deyər, birinci bağçanın sahəsi, yəni x üstəgəl 2-nin kvadratı. İkinci bağçanın sahəsinin, yəni x kvadratının 2 mislindən 8 metrin kvadratı azdır. 8 metrin kvadratı azdır. İndi buradan nəyi taparaq? X-i. Açaram. X-in kvadratı üstəgəl 4x üstəgəl 4 bərabərdir 2x-in kvadratı çıx 8-ə. Gəlin belə eləyək. Bunların hamısına taxsaq tərəfə daha rahat işləyək. 2x-in kvadratı çıx 8, çıx x-in kvadratı çıx 4x, çıx 4 bərabərdir 0. Buradan da yazaram nəyi? 2x-in kvadratından bir də x-in kvadratını çıxanda x kvadratı çıxılsın 4x, -8 -4 çıx 12 bərabərdir 0. x1 üstəgəl x2 bərabərdir 4, x1 vur x2 bərabərdir -12. Bu hansı ədədlərdir belə? x1 bərabərdir 6, x2 bərabərdir -2. -2-ni götürmərəm, 6-ını götürərəm. Tapdım buranı 6. Bura 6, onda bura eləyər neçə? 6 üstəgəl 2, 8. Deyir, sulama üçün ən az nə qədər borudan istifadə olunur? Burada nə edəcəm? Yəni, sulamaq üçün nə edəcəm? Bütün bağçanın ətrafı boyunca, yəni bütün fiqurun ətrafı boyunca sulayacam. Ona görə bütöv bu hissələrin hamısını hesablayarıq. Yəni, perimetrlərin. Sol tərəfdəki fiqurun perimetri olacaq. Birincinin perimetri 4 vur 8, 32. İkincinin perimetri olacaq 4 vur 6, 24. Bir də bu 4 metrlər var. Bunların hamısını toplayaram. 32 üstəgəl 24 üstəgəl. 2-dən 4-ü gələrəm üstünə, eləyəcək 64. Deməli, 64 metr boruya ehtiyacım var bunu sulamaq üçün. Burada 64 metr, bir də belə düşünə bilərik. Boru deyir, ən az nə qədər borudan istifadə olunar? 64 metr və yaxud 64-ü bölərəm. Bir boru nə qədərdir? 4 metrə. Bölərəm 4-ə, eləyər 16 boru. Hansını yazsaz düzdür? Bu hər ikisi düz kimi qəbul olunur. Bu mövzunun suallarından da bu qədər. Düzdür, suallar çox deyil, çətin də deyil. Mütləq şəkildə bunların hamısını işləyin. Başa düşmədiklərinizi diqqətlə izahlara baxın. Lap əgər yenə başa düşməsəz, mənə WhatsApp-dan da əlaqə saxlaya bilərsiniz, yazarsınız, təzədən səs və izah da ata bilərəm. Çalışın ki, imtahandan qabaq mütləq bunları başa düşəsiniz. Sağ olun, salamat qalın. Videonu bəyənib kanala abunə olmağı unutmayın.